Elə müdafiə ilə yanaşı bölgənin əsas ticarət nəfəsi sayılan Hörmüz boğazı isə vəziyyəti burada hələ də gərgin olaraq qalmaqdadır və gəlin birlikdə ticarət keçidinin vəziyyəti ilə tanış olaq. Belə ki, Hörmüz boğazı dünya iqtisadiyyatının ən iqtisadi strateji arteriyalarından biri olaraq hesab olunur və İranla Oman və Birləşmiş Ərəb Əmirlikləri sahilləri eyni zamanda da burada dar bir yolda yerləşir ki, Fars körfəzini Oman dənizi və Hind okeanı ilə birləşdirir. Ən dar hissəsi təxminən 39 kilometr olan boğaz qlobal enerji bazarlarının təhlükəsizliyi baxımından dar boğaz nöqtəsi kimi də qiymətləndirilir və son illərin göstəricilərinə görə Hörmüz boğazından gündəlik olaraq orta hesabla 19,5 milyon barel xam neft məhsulları daşınır və bu dünya üzrə gündəlik neft istehlakının təxminən 20-25%-nə bərabərdir. Qlobal dəniz yolu ilə daşınan xam neft ticarətinin isə təxminən 31%-i məhz bu marşrutdan keçir. Bundan əlavə dünya üzrə maliyyələşdirilmiş təbii qaz ticarətinin təxminən 20%-i də bu keçiddən tranzit olunur və xüsusilə Qətərdən ixrac edilən maliyyələşdirilmiş təbii qazın böyük hissəsi Asiya bazarlarına, Çin, Hindistan, Yaponiya və Cənubi Koreya Hörmüz vasitəsilə çatdırılır və gündəlik olaraq boğazdan 100-dən çox iri tanker və müxtəlif yük gəmiləri keçir və bu marşrutun bağlanması və ya hətta qısa müddətli məhdudlaşdırılması isə qlobal bazarlarda dərhal qiymət artımına səbəb olur və analitik qiymətləndirmələr göstərir ki, ciddi blokada halında neftin qiyməti qısa müddətdə 20-25-50 dollar aralığında arta bilər və eyni zamanda sığorta haqları yüksələ, daşıma xərcləri arta və enerji idxalçısı olan ölkələrin makro-iqtisadi sabitliyi isə risk altına düşə bilər. Və eyni zamanda onu da vurğulamaq lazımdır ki, Hörmüz boğazı qlobal enerji daşımalarının mərkəzi arteriyası olmaqla yanaşı, coğrafi istiqamət baxımından da əsasən Asiya bazarlarına da xidmət göstərir və mövcud statistik göstəricilərə görə boğazdan tranzit olunan xam neft və neft məhsullarının təxminən 80%-i Asiya ölkələrinə, təxminən 20%-i isə Avropa bazarına yönəlir və elə xəritədə də mən istərdim sizə göstərim. Belə ki, bura artıq Hörmüz boğazıdır və göy rəngli işarə olunan İşarələr onu Asiya tərəfi göstərir və təxminən 80% neft və qeyri-neft məhsulları üzrə daşımalar Asiya bölgəsinə, bənövşəyi rənglə işarət olunan ox işarəsi isə onu göstərir ki, 20% məhsullar isə Avropaya sırf bu marşrutlar üzrə daşınır və hazırda isə məhz bu bölgədə İran, Rusiya və Çin arasında birgə hərbi təlimlər burada keçirilir və təbii ki, bu da yaxın şərq məsələsini aktual edir. Çünki İran ABŞ-nin hücumlarından ehtiyat edir və eyni zamanda da elə Hörmüz boğazının məhz bu aşağı hissəsində, mən hazırda xəritədə də sizə onu göstərirəm. Bu hissələrdə isə ABŞ öz hərbi gəmilərini buraya toplayır və İrana mümkün hücumların yerinə yetirmək üçün əsas əməliyyat zonası kimi də burada öz bazalarını qurur. Və bundan əlavə Hörmüz boğazı konteyner daşımaları üçün də mühüm tranzit xəttir və körfəz limanlardan çıxan sənaye avadanlıqlarını, tikinti materialları və istehlak mallarının böyük hissəsini Asiya bazarlarına da istiqamətləndirir. Elə Hörmüz boğazının vəziyyəti ilə bağlı biz hazırda bir canlı bağlantımız olacaq və bizimlə hazırda bu mövzu ətrafında iqtisadçı Kamran Hacıyevlə mövzunu müzakirə edəcəyik. Axşamınız xeyir Kamran bəy. Axşamınız xeyir olsun. Ümumiyyətlə bir boğazı necə bağlamaq olar? Qeyd elədiyiniz kimi, ümumiyyətlə bir boğazı belə deyək də divar çəkib bağlamaq mümkün deyil. Amma praktikada bunu etməyin bir neçə üsulları var və o üsullar həmin bu boğazın belə deyək də fəaliyyətini istifadəsini imkansız vəziyyətə gətirib çıxara bilər. Onlardan da mən qeyd edə bilərəm. Əsasən hərbi blokadadan istifadə edərək, hərbi üsullardan, daha sonra dəniz minaları bildiyiniz kimi praktikada bunlar istifadə olunur. Dəniz minaları, raket və dron təhlükəsi ilə istifadə oluna bilər və yaxud da ki, gəmilərin saxlanması və keçidin
ümumi olaraq belə deyim də, süni şəkildə ləngidilməsi ilə edilə bilər. Yəni digər də mühüm məsələ burada sığortadır. Əgər sığorta şirkətləri ümumiyyətlə bölgəni yüksək risk zonası kimi görsələr, elan edərlərsə, gəmilər oradan keçməyə maraqlı olmur. Ona görə ki, o bunlar üçün əlavə risklər və xərclər yaradır və beləliklə boğazın bağlanması bir neçə üsullarını belə formada qeyd edə bilərik. Aydındır. Bəs neft və mayeləşdirilmiş qaz daşımalarından başqa Hörmüz boğazının bağlanması hansı iqtisadi riskləri yarada bilər? Ümumiyyətlə, onu qeyd edə bilərəm ki, Hörmüz boğazının bağlanması ümumi olaraq qoyulmuş sanksiyalara və olan bir cavabdır və burada da İran nöqteyi nəzərindən, yəni dünya ictimaiyyətinə onu bildirilməsi istəyir ki, əgər biz batırıqsa, biz öz növbəmizdə dünya iqtisadiyyatına təsir göstəririk və boğazın bağlanması öz növbəsində bir sıra iqtisadi təsirləri var. Birinci növbədə qlobal logistika zənciri, yəni daşınmalar pozula bilər. Bu təkcə enerji deyil. Burada ümumi ticarət axınlarına təsir göstərilir. Nəticə etibarilə daşınma xərcləri artır, sığorta və frakt qiymətləri yüksəlir. Bu da son məhsulun qiymətinə təsir göstərmiş olur. Maliyyə bazarlarında həmçinin qeyri-sabitlik yaranır və investorlar riskdən qaçaraq həmin bu bölgədə belə deyək, aparılan işlərə artıq yatırım etməkdən qaçırlar və yekunda neft qiymətləri artmış olur. Bir tərəfdən bizim üçün bu müsbət bir dinamika kimi görünə bilər, lakin ümumi regionda qiymətlərin artımı və inflyasiya gətirib çıxara bilər. Belə olan qeyri-müəyyənlik, belə deyək də, yəni qiymətlərə mənfi təsir göstərə bilər, ümumi olaraq bahalaşma baş verə bilər və inflyasiya təzyiqi də arta bilər. Və həmçinin investorların bu regiona olan marağı da həmçinin azala bilər. Nəticə etibarilə onu qeyd edə bilərəm ki, yəni burada yanacaq bahalaşır, daşınma xərcləri, ərzaq və mallar ümumi olaraq bahalaşır. Aydındır, çox təşəkkür edirəm Kamran bəy və xatırladım ki, bizimlə birbaşa bağlantıda iqtisadçı Kamran Hacıyev idi.